Bismillah. Bürclərin 10 may üçün ən dəqiq proqnozu. Günün pulda ən şanslı və ən gərgin bürcləri. Qoç, enerjiniz yüksəkdir, amma səbirli olmaq vacibdir. İşdə yeni imkanlar var. Pulda riskli addımlardan uzaq durun. Buğa, maliyyədə güclü gündür. Gözlənilməz qazanc və ya borcun geri qayıtması mümkündür. Əkizlər, ünsiyyət sizə qazanc gətirə bilər. Yeni təkliflər olacaq, amma hər şeyi yoxlayın. Xərçəng, xərclər arta bilər. Emosional alış-verişdən uzaq durun. Qənaət sizə kömək edəcək. Şir, şanslı gündür. İşdə uğur və pulda artım ehtimalı yüksəkdir. Fürsətləri qaçırmayın. Qız, planlı və diqqətli olun. Pulda sabitlik var, amma kiçik qazanc sizi sevindirə bilər. Tərəzi, qərarsızlıq sizi çətin vəziyyətə sala bilər. Maliyyədə risk etməyin. Əqrəb, gizli gəlir imkanları var. İntuisiyanız sizə düzgün yolu göstərəcək. Ox atan, enerjili gündür. Yeni ideyalar pul qazandıra bilər. Aktiv olun. Oğlaq, sabit və güvənli gündür. Pulda yavaş, amma davamlı artım var. Oğlaq, Dolça, gözlənilməz xərclər çıxa bilər. Büdcəni qorumaq vacibdir. Balıq, qarışıq maliyyə enerjisi var. Həm qazanc, həm də itki ehtimalı mövcuddur. Diqqətli olun. Pulda ən şanslı bürclər buğa, şir, əqrəb. Pulda ən gərgin bürclər xərçəng, dolça, balıq.